Salam, xoş gördük. Biz bugün sənə Golden Crown-la hazırlanmış Novruz şirniyyatlarını daddıracağıq və sən içərisindən hansı Novruz şirniyyatı olduğunu tapacaqsan. Göz bandımız. O zaman başla. Çox tanışdı dadı. Məncə bu şəkərburadır. Bəli, düz tapdın. Təbriklər. İkinci şirniyyatımız. Kim pişiribsə çox yaxşı pişirib. Yağ dadı yaxşı gəlir. Əslində paxlavaya oxşadıram. Paxlavadır. Xeyr, düşünürsən ki, yəqin ki, paxlavanın şərbətsiz versiyasıdır. Səhv tapdın, təəssüf ki, bu badamburadır. Çox badambura çox yeyən deyiləm açığı. Əsasən şəkərbura və paxlavadan gedirəm. Dadı xoşuma gəldi. İndi isə üçüncü şirniyyatımızı dadacaqsan. Əminəm ki, bunun hansı şirniyyat olduğunu biləcəksən. Bu Novruzda ən çox yediyim şirniyyatdır. Şərbətindən və yağından hiss elədim. Paxlavadır bu. Bəli, düz tapdın. Özü də Golden Crown yağı ilə bişdiyib, çox bariz məlumdur.